Salamları ilə efirdə Ekonomikisdir. Rusiya Cənub axını layihəsini dayandırdıqdan sonra öz qazını TANAP vasitəsilə Türkiyə və Avropaya ötürə bilər. Bu isə Azərbaycan və Türkiyə arasındakı enerji sahəsi üzrə əməkdaşlığa mənfi təsir göstərməyəcək. Ekspertlər bu fikirdədirlər. TANAP layihəsi vasitəsilə il ərzində Türkiyə təxminən 8 milyard kubmetr mavi qaz nəql etmək niyyətindədir və praktik olaraq Türkiyə mavi qaz olan tələbatının bir hissəsini Rusiyadan alır. Yəni bu Rusiyanın TANAP və Cənub axını layihələrinə qoşulması praktik olaraq ona xəbər verir ki, artıq Türkiyə mavi qazı olan tələbatını yalnız Azərbaycan mavi qaz hesabına deyil, eyni zamanda Rusiyanın mavi qaz hesabına ödəyəcək və praktik olaraq Rusiyanın sözgedən layihəyə qoşulması Azərbaycanın Türkiyə bazarında Rusiyada rəqabət aparması anlamına gəlməyəcək. Çünki Azərbaycan Türkiyəyə mavi qazı nəqli ilə bağlı anlaşır və təbii ki, bu anlaşma şartlarınız 2 fazesine uyğun olaraq 2018-ci ildən sonra Azərbaycan Türkiyəyə mavi qaz nəql etməsini imkan yaradacaq. 2014-cü ilin 10 ay ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 34 milyard dolları keçib. İxrac 27 milyard, idxal isə 7 milyard dollar olub. Nəticədə 20 milyard dollara yaxın müsbət saldo qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən yanvar-oktyabr ayları ərzində ölkəmiz dünyanın 145 ölkəsi ilə ticarət əlaqəsi həyata keçirib, amma ixracın tərkibində neft və neft məhsulları yeni üstünlük təşkil edib. Amma 2015-ci ildə ümumi daxili məhsulun tərkibində neftdən kənar sahələrin payı artaraq 60%-ə çatacaq. Daha çox artım sənayenin qeyri-neft sektorunun payına düşəcək. Ekspertlər hesab edirlər ki, sənaye ili çərçivəsində reallaşdırılan layihələr qeyri-neft sektorunun dəstəklənməsinə təkan verib. Artıq bir çox ölkə Bakıda, eləcə də Sumqayıtda, Gəncədə, Şirvanda bu kimi şəhərlərdə artıq böyük texnoparklar fəaliyyət göstərir. Və eyni zamanda Cənab Prezidentin sərəncamı ilə sənaye məhəllələrinin yaradılması ilə bağlı sərəncam imzalanıb və bu sərəncama uyğun olaraq artıq sənaye məhəllələri fəaliyyətə başlayır. Bu konkret olaraq Neftçala rayonunda artıq sənaye məhəlləsi sənaye məhəlləsinin fəaliyyət göstərməsi üçün artıq yerlər müəyyənləşdirilib, sahələr ayrılıb və bu da orta sahibkarlığın inkişaf etdirilməsi və necə də regionda əhalinin dəymiş yerindən təmin olunması üçün və ümumilikdə götürdükdə bu sahənin inkişaf etdirilməsi regionların inkişafını gətirib çıxardacaq və eləcə də insanların daim işlə təmin olunmasında mühüm bir əhəmiyyət kəsb edəcək. Sosial şəbəkələrdə həyata keçirilən onlayn ticarətdə istehlakçıların hüquqlarının pozulması halları artıb. Bununla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi istehlakçıları diqqətli olmağa çağırıb. Nazirlik lazımi informasiyalar əldə etmədən sosial şəbəkələrdə alış-veriş etməyi məsləhət görmürlər. Satıcının yaxud istehsalçının adı və ünvanı, vergi dəyişikliğinin eyniləşdirmə nömrələri, əlaqə vasitələri haqqında məlumatlar, telefon nömrələri, elektron poçt ünvanı, faks nömrələri, bunlar hamısı istehlakçıya çatdırılmalıdır. Satışdan sonraki xidmət şərtləri istehlakçıya çatdırılmalıdır. Yəni, bu cür sahibkarlardan, bu cür satıcılardan mal almaq təhlükəli deyil. Artıq onun yeri məlumdur, fəaliyyət növü məlumdur, vergi ödəyicinin eyniləşdirmə nömrəsi məlumdur. Amma bir də görürsən ki, istehlakçı düşünmədən hər hansı sosial şəbəkədə açılmış bir internet səhifəsindən sifariş verib mal alır. Ona görə də istehlakçılar bu seçimi düzgün eləməlidirlər. Birinci kimdən mal alınır? Biz sadəcə qarşılıqlı sərmayə yatırmalarının hədəfləməməmişik. Məqsədimiz üçüncü ölkələrə də investisiya yatırılmasına nail olmaqdır. Bakıda keçirilən Türkiyənin investisiya potensialının təqdimatında belə deyilir. Bildirilir ki, Türkiyədə 2000-dən artıq Azərbaycan iş adamları fəaliyyət göstərir. Tədbirdə eyni zamanda Türkiyəli iş adamları fəaliyyətləri barədə təqdimatlar çıxış edilir. Zaten bugünkü toplantıya dışarıda da gördüğümüz sadece Azerbaycanlı iş adamları değil, Türk iş adamları da var. Türkiye'li iş adamı olup da Türkiye'den gelip burada iş yapan çok yatırımcımız var. Onlarla da biraz önce sohbet etme şansımız oldu. Hem onlara, Azerbaycanlı iş adamlarına, tabii ki Türkler burada bildiğini düşünüyoruz ama son gelişmeleri tekrar onlarla paylaşmak, onların ister bireysel ister beraber Azeri veya da Türk iş adamlarına ortak Türkiye'de yatırım yapmalarına vesile olmak istiyoruz. Onun için de bu bilgilendirmeyi yapıyoruz. Əhalinin maliyyə savadlığının artırmaq məqsədilə elektron portal yaradılacaq.
2015-ci ildə fəaliyyətə başlayacaq portal pul vəsaitlərinin idarə edilməsi sayəsində əhaliyə yardım edəcək. Maliyyə savadlılığına həsr olunmuş tədbirdə Mərkəzi Bank yanında tədqiqatlar və İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov belə deyib. Müddətli uğurlu inkişafının təməlini təşkil edir. Tədbirlərdə mahiyyət əsasən bütövlükdə maliyyə xidmətləri, maliyyə məhsulları üzrə əhalinin məlumatlığını artırmaq olmuşdur. Məktəblərdə misal olaraq qeyd etmək olar ki, uşaqlara sadə maliyyə bilikləri verilmişdir. 2015-ci ilin strateji çərçivəsində biz ölkədə qlobal pul həftəsinin keçirilməsini nəzərdə tuturuq. Amerika Birləşmiş Ştatları, Avropa, Yaponiya və inkişaf etməkdə olan ölkələrin bazarlarında müşahidə olunan iqtisadi zəiflikdən narahatdır. Prezident Barack Obama belə bir bəyanatla çıxış edib. Qarşımızda böyük bir narahatlıq yaşanır. Yaponiya iqtisadiyyatı ləngiyir, Avropa iqtisadiyyatı zəiflik nümayiş etdirir. Bu amillər bizə də istər-istəməz öz təsirini göstərə bilər. Biz bu prosesləri daha diqqətlə izləyirik. Çalışırıq ki, dünya bazarında davamlı inkişafı təmin etmək üçün Avropa ilə daha sıx təmaslar quraq. Bazarlarda nisbi sakitlik, maliyyə böhranının qeyri-mövcudluğu fonunda Avropa iqtisadiyyatının ümumi zəiflik göstərməsinə lazımınca diqqət yetirmirik. Bu bizi çox narahat edir. Halbuki Avropadakı uzun müddətli deflyasiya təhlükəsi iqtisadiyyatın həddən ziyadə inkişafı və inflyasiya təhdidindən daha da şiddətlidir. Bu amillər beynəlxalq birliyin Amerika Birləşmiş Ştatlarından iqtisadi liderliyinin davam etdirilməsini tələb edir. Bizə isə qlobal iqtisadiyyatı irəli aparmaq üçün başqa flagmanların da olması vacibdir. İndisə dünya birjalarındakı tendensiyaya nəzər yetirək, neftin qiymətində yenidən eniş müşahidə olunub. Amerikanın New York Həmtə birjasında əraca çıxarılan light markalı qaraqızılın bir barel 66 dollar 33 sentə düşüb. London birjasındakı Brent nefti isə 69 dollar 20 sentə satılır. Bu arada neftin qiymətinin aşağı düşməsi bir sıra ölkələrin milli valyutalarının devalvasiyaya uğramasına səbəb olub. Bu təsirdən ən çox əziyyət çəkən isə Rusiyadır. Belə ki, bu ölkənin milli valyutası noyabr ayı ərzində 25% itirib. Bu fakt həmin ölkələr üçün ciddi təhlükədir. Bu təkcə iqtisadi xarakter daşımır. Həmin ölkələrin zəif nöqtələri kifayət qədər çoxdur. Bu xüsusən Rusiyaya daha çox aiddir və buna görə də onların baş verənlərə reaksiyası maraq kəsmidir. Yeri gəlmişkən, Avropanın vahid valyutası da dəyərini artırmağa başlayıb. Avro-dollar hazırda 1.2381'dir. Dollar yen 120, funt sterling dollar isə 1.56-56'ya mübadilə olunur. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənələr isə belədir. Dollar 78 qəpik yarımdır, 1 avro 97 qəpik, Rusiya rublu 1.4 qəpiyə düşüb, Türk lirəsi isə 35 qəpikdir. Dəyərini artıraraq 1200 dollarlıq psixoloji həddi keçən qızıl cüzi uzunlaşıb. Onun bir unsiyası hazırda 1205 dollara təklif olunur. Gümüşün qiyməti də eniş edib. İndi bu metalın qiyməti 16 dollar 46 sentdir. Alüminiumu nəzərə almasaq, ümumilikdə digər bütün metallar yaxşı zonadadılar. Amerikanın fond bazarlarındakı dinamikaya əsasən müsbət saymaq olar. Yaponiya Nikkei 225 indeksi də dəyərini artıra bilib. Avropanın əsas səhmləri isə fərqli dinamika nümayiş etdiriblər. Yəni Almaniyanın DAX-ı ucuzlaşsa da Britaniyanın FTSE 100-ü dəyərini artırıb. Hörmətli tamaşaçılar, sizi maraqlandıran hadisə və narahat edən problemlər barədə 497-61-57 nömrəli qaynar xəttimizə də zəng vurub məlumat verə bilərsiniz. Həmçinin Android tipli mobil telefonlara iReporter proqramını yükləməklə qarşılaşdığınız hər hansı hadisəni Lizer televiziyasına göndərmək imkanınız var. Cümə belə bizə ayrılan vaxt ərzində ölkə və dünya iqtisadiyyatında baş verən ən son xəbərləri təqdim etməyə çalışdıq. İndi sözü yenidən sənə verdim.